Salam əziz məntiq sevərlər, əziz izləyicilər. Bugün mən sizlərlə Elsəvər Vəliyevin 4-cü, 5-ci sinif riyaziyyat məntiq testlərindən lisey qəbul sınavı 5-ci izahını paylaşacağım. Bu sınava xüsusilə onlayn dərs keçdiyim şagirdlər diqqətlə qulaq assınlar. Çünki dərsdə izah elədiyimi, əgər başa düşmədiyiniz hər hansı bir hissə varsa, videoya diqqətlə baxmaqla sizlərə həmin çətinlik çəkdiyiniz hissələr aydın olacaq. Deməli, birinci sualımızda deyir ki, düzbucaqlı şəklində sahənin enini 3 metr artırsalar, həmin sahənin perimetri necə artar? Riyaziyyat bölməsindəndir. Deməli, uşaqlar, bu tip misallarda biz bilirik ki, düzbucaqlının sahənin perimetri necə tapılar? Düzbucaqlının perimetri P bərabərdir 2 vurulsun N plus uzunluq. Yəni düzbucaqlının 2 eni 2 uzunluğu olduğuna görə, yəni enlə uzunluğu bir-birinə bərabər olmadığına görə, hər birindən 2 dənə olduğuna görə toplayıb 2-yə vururuq. Və eyni zamanda eni 3 vahid artarsa, 3 metr artarsa, sahə perimetrindən tərəflər düz mütənasib olduğuna görə perimetri də 2 vurulsun 3, yəni 6 vahid artmış olacaqdır. Aydındırmı? Əgər P bərabərdir 4A kvadratın tərəfini 3 metr artırsaydılar deyəndə, burada olacaqdı 12 metr artardı. Aydındırmı? Yəni bizdə düzbucaqlının tərəfi P bərabərdir 2A plus B şəklində olduğuna görə bizim düzbucaqlımızın perimetri 6 metr artmış olacaq. İkinci sualımızda deyir ki, bayram günü sinif 40 şarla bəzədilmişdir. Şarlardan 12'si sarı. Sarı rəngə yazım 12. Kırmızı şarların sayı. Kırmızı var və eyni zamanda ağ şarlar var. 3 tane renk şar var. Şarlardan 12'si sarıdır. Kırmızı şarların sarı şarların sayından 3 dəfə azdır. 3 dəfə azdır deyəndə 3'e bölürük. 12'yi 3'e bölündə 4 eləyəcək. Qalan şarlar ağ renkte olarsa şarların sayı ağ şarların sayı sarı şarların sayından nə qədər çoxdur? İlk önce biz ağ şarlar tapmaq üçün 12'nin üzərinə 4 gəlirik. Eləyəcək 16. Ümumi şarımızın sayından, yəni 40'dan çıxırıq 16'yı. Eləyəcək 24. Və deməli ağ şarımız neçə dənədir? 24 dənə. Və bizdən soruşur ki, ağ şarla sarı şar arasında fərq nə qədərdir? 24'dən də çıxıram 12'ni bərabər eləyəcək 12 A variantı. Üçüncü sualımızı tapaq. Üçüncü sualımız bu şəkildədir. Deyir Dilarə, Bahar. Dilarə Bahardan 8 yaş böyükdür. Bahar x-dırsa Dilarə x plus 8'dir. Baharın yaşı Dilarənin yaşının yarısı qədərdir. Aha. Yarısı qədərdir. Bahar və Dilarənin neçə yaşı var? Variantlara uyğun tapsaq, Baharın yaşı Dilarənin yaşının yarısı qədərdir. 8 16'nın yarısıdır. 16 8'in yarısı değil. 4 8'in yarısıdır. 8 4'ün yarısı değil. Və Dilarə Bahardan 8 yaş böyükdür. Dilarə burada Bahardan 4 yaş böyükdür. Amma D variantında həqiqətən də Dilarə Bahardan 8 yaş böyük olmuş olacaqdır. Aydındırmı? Yəni burada variantla yoxladıq və D variantı düzgün cavabımızı tapdıq. Dördüncüdə deyir ki, ardıcıl 4 tək natural ədədin cəmi. Tək ədədlərin bilirik ki, yazılışı 2n plus 1 ikinci ədədimiz. 2n plus 3 üçüncü ədədimiz. 2n plus 5 dördüncü ədədimiz. 2n plus 7 formasında yazılır. Və bu 4 ardıcıl tək natural ədədin cəmi 120-dirsə, bax bunların cəmi 120-dirsə, gəlin tənliyi ümumiləşdirək. 2, 4, 6, 8. 8n üstə gələk. 1 üstə gələk 3, 4, 9, 16. Üstə gələk 16 bərabərdir 120-dirsə, tənliyimizi həll eləsək, 8n bərabərdir 120'dən 16 çıxaq. 4, 104. N'ini də tapmaq üçün 104'ü 8'e bölək.
13. Aha. Enimiz 13'dürsə, bizdən ilk 3 ədəd üçünün cəmini soruşur. Eni yerinə 13 qoysaq, 2 vuraq 13, 26, 27 budur. Ardıcıl tək ədədlərdirsə 29 budur. 31 budur. Və bizdən 27 plus 29 plus 31 ədədini soruşur. O da bizə verəcək. Deməli 29'un üzərinə 31 gələndə 60, 27 gələndə eləyəcək 87 D variantı. 5-ci sualımız buradadır. 5-ci sualımızda deyir ki, yuvarlaqlaşdırmanın doğru olması üçün üçbucaq simvolunun yerinə yazıla biləcək rəqəmlərin cəmi neçə ola bilər? Biz yuvarlaqlaşdırmada bildik ki, yuvarlaqlaşdıracağımız ədədin altına xətt çəkirik və ondan sonraki ədədlər əgər 5-dən böyüksə, altından xətt çəkdiyimiz ədədi bir vahid artırır. Yox, əgər 5-dən kiçikdirsə, həmin ədədi heç bir şəkildə dəyişmir və özləri sıfıra çevrilir. Əgər bu ədədimizin yuvarlaqlaşdırandan sonra 102.000 alınırsa, yəni heç bir dəyişiklik baş vermirsə, deməli bu üçbucaq burada olacaq 0, 1, 2, 3 və 4. Bizdən bu ədədlərin cəmini soruşur. O da eləyəcək 3, 6, 10. C variantı. 6-cı sualda bir qrafamız 10 vahid təşkil edir. A'mız burada olacaq 10. B'miz burada olacaq 10, 20, 30, 40. B olacaq 140. C olacaq 150, 160, 200, 210, 220, 230. %290, Y olacaq 300. Daha doğrusu 400. D çıxılsın. 290 çıxılaq 230 çıxaq 10. 290'dan 230 çıxanda qalacaq 60. 60'dan da 10 çıxanda qalacaq 50. Neysə yazmışıq? D. 290 C 10, 20, 30, 230 A 10 değil 20'dir daha doğrusu. 20. 60'dan da 20 çıxanda 40 eləyəcək. 7-ci sualımıza baxaq. 7-ci sualımız hardadır? Burada. 7-ci sualımızda deyir ki, Zəhra fərqli ədədləri 6'ya bölür və alına biləcək müxtəlif qalıqlar toplayır. Cəm ən çox neçə olar? Uşaqlar, biz bilirik ki, bölən və qismətdə heç vaxt qalıq böləndən böyük olmamalıdır. Yəni, bölən böyükdür qalıqdan. 6'dan böyük ədədlər 0'dır. 1'dir, 2'dir, 3, 4'dür, 5'dir. Qalıq heç vaxt bölənə bərabər eləyə bilməz. Və bu ədədlərin cəmini soruşur bizdən 3, 6, 10, 15. B variantı. Bu qədər sadə. 7-cidə kütlə vahidlərini soruşur. 1 ton 1000 kiloqramdır. 1 sentiner 100 kiloqramdır. 1 kilogramda olduğu kimi yazırım. O da eləyəcək 1101. 1101 ise bizim C variantımızda var. 9-cu sualımıza gələk. Tənliyi həll eləyək. Biz bilirik ki, bu şəkildə ifadədə bu mötərizənin içində bir x deyirəm. X olduğu kimi saxlasam x plus 24 bərabərdir. Buna bir bölən desəm, böləni tapmaq üçün bölünən qismətə bölünür. Yəni 360 bölək 12. X plus 24 bərabərdir. 362 12'ye böləndə olacaq 30. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. 30'dan 24 çıxıram. X bərabərdir 6'ya. A variantı. 10-da əməllərin qarşılıqlı əlaqəsindən istifadə etməklə A-nın qiymətini tapın.
Əgər bu qaydada bir əməliyyat görürsünüzsə, sondan əvvələ doğru gəlin. Yəni x vuraq 4, 248 isə kvadratı tapmaq üçün 248-i bölürsünüz 4-ə, eləyəcək 62. X plus 20 62-yə bərabərdirsə, kvadratı tapmaq üçün 62-dən 20 çıxırıq, 42. X bölək 5 42-dirsə, 42-yi 5-ə vururuq, 210. A vurulsun 7 210-dursa, A-mız da bərabərdir 30-a. 11-ci sualımızı tapaq. 11-ci sualımız haradadır? 11-ci sualımız. Burada. 11-ci sualımızda deyir ki, cədvələ əsasən boş xanalardakı ədədlərin cəmini tapın. İfadədir. İfadənin aşağıda həm x, həm y qiymətləri müxtəlif formalarda verilir. Birinci x 240 olarsa, y-i tapmaq üçün 240-ı 60-a bölürəm. Düşəcək 40. İkinci 20 olubsa, bura olacaq 120. 120-ni 6-ya böləndə 20. 150-ni 6-ya böləndə 2 dəfə 12, 25. 30 düşməsi üçün bura eləyəcək 180. Və bizdən boş rəqəm, boş xanalardakı ədədlərin cəmini soruşursa, 120 ilə 180 bizə verəcək 300-ü, 365 B variantı. 12-ci sualımızda. Tam hesab modelinə görə tapşırığı yerinə yetirin və sual işarəsinin yerinə yazılacaq ədədi tapın. 2 dənə damamız 120 qramdırsa, deməli bir damamız 60 qramdır. 1, 2, 3, 4, 5 dənə damadan istifadə olunubsa, 5 vurulsun 60 bərabərdir 300 qram edəcək. Sonra 13-cü testimiz. 160 ədədinin 4-də 3-ü, daha doğrusu 60 ədədinin 4-də 3-ü, 60-ı vururam 4-də 3-ə. Bu kəsiri tapmaq üçün 60-ı bölürəm 4-ə. Eləcək 15. 3-ə də vuranda 45. Hansı ədədin 7-də 3-ünə bərabərdir? Hansı 7-də 3 hissəsi 45 olan ədədi tapmaq üçün. Tapmaq lazımdır. Ədədin hissəsinin tapılması da verilib. Hissəsinə görə ədədin tapılması da verilib. Deməli, 7-də 3 hissəsi 45 olan ədədi tapmaq üçün 45-i bölürəm 7-də 3-ə. Və bölmə şəklində saxlaya bilmədiyimə görə 45-i vururum 3-də 7-yə. O da eləyəcək 15, 45-i 3-ə böləndə 15, 7-yə də vuranda eləyəcək 105 D variantı. 14-cü sual buradan görsənir. Deyir ki, 200 çıxılsın 99 böyükdür 100 çıxaq 9 təqli x bərabərində ödəyən ən böyük x natural ədədini tapın. 200-dən 99 çıxanda 101 qalır. Böyükdür 91 plus x-dan. Kiçik ən böyük ədəd deyirsə, eləyəcək 9. 91 isə 9 gəlir 100. 100 də 101-dən kiçik ən böyük ədəddir. 15-ci sualımızı tapaq. 15-ci sual budur. 15-ci sualda deyir ki, hər şəkildə iki düzbucaqlı iç-içə verilmişdir. Rəngli hissənin sahəsi neçə kvadrat metrdir? Ümumi sahəni tapsaq, 6 vurulsun 8, 6 vuraq 8, 48-dir. Rənglənməmiş hissəni tapsaq, 6 vuraq 3, 18-dir. Ümumi çıxsaq, 48 çıxılsın 18 bərabərdir 30 B variantı. LGS 5-ci riyaziyyat hissəsinin izahını çəkdim. İnşallah məntiq hissəsində görüşərik.